Salam uşaqlar, axşamınız xeyir. Mən sizə mürəkkəb tamamlığı çəkib yüklədim kanala. Ardıca gerund və məstəri də çəkib yükləyəcəm. Çünki 9-cu sinifin toplusunda bunları üçünü birgə veribdir. Gəlin baxaq gerunda. Gerund nədir, məstər nədir? Bunlar feilin şəxssiz formalarıdır. Şəxssiz forma demək nədir? Bunlar cümlədə şəxsə, kəmiyyətə, zamana görə dəyişmirlər. Bunlar cümlənin xəbəri olmurlar. Tamam. Şəxsi kəmiyyətə görə dəyişən nədir? Cümlənin xəbəri olanlar. Bunlar xəbər olmur deyə dəyişmir. Azərbaycan dilində də belədir. Biz məstəri heç cümlədə xəbər kimi işlədə bilmirik. Mən getmək demirik. Mən getdim deyirik. Məstər şəkilçisini atırıq oradan. Və yaxud da feil sifəti işlədə bilmirik. Eləcə də ingilis dilində gerund da var əlavə olaraq. Bu da cümlədə xəbər kimi işlənmir. Şəxssiz formadır. Azərbaycan dilində gerund yoxdur. Bəs necə tərcümə olunur? Elə məstərin özü kimi tərcümə olunur. Məsəl üçün, he likes playing the guitar. O xoşlayır gitara çalmağı. Nəyi? Gitara çalmağı. Gördünüz? Məstər kimi tərcümə olundu. İndi keçək nəyə? Gerundun düzəlməsinə. Gerund necə düzəlir? Feilin sonuna ing şəkilçisi artırılmaqla. Biz bu ing-ni indiyə qədər bir neçə yerdə görmüşük. Onları qarışdırmamaq üçün altda xüsusiyyətlərinə toxunacağıq ki, biz bunu görəndə tanıyaq ki, bu gerunddur, yoxsa bu isimdir və yaxud da davam edici zaman, yəni participle'dır və yaxud da nədirsə. Deməli, gerund həm isim, həm də feil xüsusiyyətlərinə malikdir və cümlədə müxtəlif funksiyalarda işlənə bilir. Məsələn, isim kimi cümlədə olur mübtəda. Traveling is a very adventurous thing. Səyahət etmək çox macəra dolu bir şeydir. Tamamlıq ola bilər. He likes playing the guitar. He is good at playing the guitar. Predikativ ola bilər. Yəni, ismi xəbərin ad hissəsini təşkil edə bilər. His fault is coming late. Onun günahı gec gəlməkdir. Nədir? Gec gəlməkdir. Baxın, bu xəbərin xəbərli hissəsi, bu da ad hissəsi. Zərflik funksiyasında ola bilər. He left without saying a word. O heç bir söz demədən getdi. Təyin funksiyasında ola bilər. Bu funksiyada gerund həmişə söz önü ilə işlənir. I like her way of teaching Spanish. Baxın, söz önü ilə işlənibdir. İndi funksiyalarını öyrəndik. Tamam. Keçək digər ing-lərdən fərqləndirməyə. Dedik ki, isim kimi ola bilər mübtəda, tamamlıq, predikativ. Amma ismin başqa qəbul etmədiyi xüsusiyyətləri var. Məsələn, article ilə işlədilmir. Əgər article ilə işlənirsə, deməli o isimdir. Baxın, a building, the buildings. Bunlar isimdir artıq, bina deməkdir. Cəmlənmir. Baxın, traveling, səyahət etmək. Artıq burada səyahət etməklər deyə bilmirəm. Onu cəmləyə bilmirəm. Necə ki, məstər cəmlənmir, gerund da cəmlənmir. Amma söz önü ilə işlənir. Baxın, way of, burada without var. Keçək 4-ə. Gerund cümlə əvvəlində işlənərsə, o cümlədə mübtəda olmamalıdır. Niyə? Çünki cümlənin mübtədası elə gerundun özüdür. Gerund cümlə əvvəlində işlənərkən o cümlənin mübtədası olur. Məsələn, jogging helps me to lose weight. Qaçış mənə arıqlamağa kömək edir. Nə? Qaçmaq. Bu mübtədadır, bu xəbərdir. Bu da tamamlıqdır. Düzdürmü? Nə kömək edir? Qaçmaq kömək edir. Əgər cümlənin başında bir ing-li feil varsa, amma cümlədə başqa bir dənə də mübtəda da varsa, deməli, bu başda gələn gerund deyil. O özü mübtəda olmalıdır. Yox, başqa mübtəda varsa, deməli, o gerund deyil, o participle'dır. Yəni, bax, dostumu görərək mən ona tərəf qaçdım. Kim qaçdı? Mən. Artıq bu oldu mənim participle'ım, feili sifətim. Gerund olmadı. Tamam mı? Gerund cümlə əvvəlində işlənərsə, yəni mübtəda olarsa, xəbər üçüncü şəxsin təkində olur. Bunu biz mübtəda xəbər uzlaşmasına təkrar keçəcəyik. Ümumiyyətlə, gerundun və məstərin
mübtəda olarsa, xəbər təkdə olur. Gerund isim kimi yiyəlik əvəzliklərindən və yiyəlik halında olan isimdən sonra işlənir. My speaking, my book, my son. Görürsünüzmü? Burada həm isim işlədə bilərəm, həm gerund işlədə bilərəm. Jane's coming. Jane'in gəlişi, gəlməyi. Okey, bura qədər biz nə öyrəndik? Gerund həm ing ilə düzəlir, ismin və feilin xüsusiyyətlərini daşıyır. Cümlədə ola bilər mübtəda, tamamlıq, predikativ, təyin, zərflik. Gerund artikl ilə işlənmir, cəmlənmir. Cümlədə başda gəlirsə mübtədadır, mübtədadırsa xəbər təkdədir və söz önü ilə işlənir. Bir də yiyəlik əvəzliklərindən və yiyəlik halda olan isimlərdən sonra işlənir. Bundan sonrası ancaq əzbərdir. Nəyi əzbərləyirik? Burada 1, 2, 3, 4 qrup feil var. Biz bu feilləri əzbərləyirik ki, baxın, bu birinci qrupdan sonra həmişə gerund işlənir. Nə olur olsun, bunlardan sonra gerund işlənəcək. İkinci qrupdan sonra isə həm gerund işlənə bilər, həm məstər işlənir. Amma bu zaman məna dəyişmir. Yəni, tərcümə həmişə eyni qalır, mənası eynidir. Amma 3 dənə feil var ki, bunlardan sonra gerund işlənəndə bir məna çıxır. Məstər işlənəndə başqa bir məna çıxır. Məsələn, baxın, bu xatırlamaq və yadda saxlamaq mənası daşıyır, remember. Əgər ing ilə işlənirsə, xatırlamaqdır. Məsələn, burada bir dənə şey yazaq. Okay, xatırlamaqla bağlı. I remember, məsələn, going to school. Mən məktəbə getməyi xatırlayıram. Mən artıq 30 yaşım var. 15 ildir məktəbə getmirəm. Oturmuşam, məktəbə getdiyim illəri xatırlayıram. Artıq olmuş bir şeyləri xatırlayıram. Tamam mı? Amma indi edəcək bir şeyə xatırlayıram. Yada saxladım. I remember to feed the dog. Yadda saxladım ki, iti yedizdirməliyəm. Tamam mı? Baxın, fərqli məna çıxdı. Və yaxud da indi ikinci bir stop var. Burada özü veribdir, bunu yazmayaq. Forget-ə baxaq. Məsələn, I forgot locking the door. Artıq olmuş bir şeyi unuturam. Qapını bağlamışam, amma bağladığımı unutmuşam. Fikirləşə qalıram ki, ay Allah, mən qapını bağladım mı, bağlamadım mı? Bir də var ki, I forgot to lock the door. Mən qapını bağlamağı unutdum. Bağlamadım. Elə açıq qoyub gəlmişəm. Allah bilir ki, indi neçə nəfər girib evimi daşıyıbdır. Stopda, baxın, to stop, dayanmaq və dayandırmaq mənası var. ing olanda dayandırmaq olur. Mən siqaret çəkməyi dayandırdım keçən ay. Ucu çəkmirəm, tərk etdim, bezdim. O qədər məndən dedilər ki, iyi gəlir, mən ucu siqareti çəkmirəm. Dayandırmışam tamamilə. Amma I stopped to smoke a cigarette. Siqaret çəkmək üçün dayandım. Yəni fasilə verdim. Siqaretimi çəkəcəm, sonra işimə davam edəcəm. Yeməyimi yeyəcəm, işimə davam edəcəm. Telefonla danışacağım, işimə davam edəcəm. Kinoya baxacağam, işimə davam edəcəm. Dərsimi oxuyacağam. Tamam? Bu üçünü də yadınızda saxlayırsınız. İnanmıram ki, sizin testlərinizdə bu qədər dərinə getsin. Amma hər halda bunu bilmək heç vaxt sizin ziyanınıza olmayacaq. Bir də var ki, burada 10 dənə feil var ki, ən çox bunlar düşür. Mən bunları görmüşəm. Bunlardan sonra heç vaxt gerund işləmir. Həmişə məstər gəlməlidir. Bunu yadınızda biz kompleks obyektdə də görmüşdük bunları. Bunlardan sonra to gəlir. Amma gerundla məstəri qarışdırmayın. Tamam mı? Gerundla məstəri qarışdırmayın. Kompleks obyektlə bu tamam başqa bir mövzudur. Yəni bu feillərdən sonra ancaq gerund, bunlardan sonra hər ikisi, bunlardan sonra isə ancaq məstər gələ bilər. Tamam mı?